Hər vaxtınız xeyirli olsun, dəyərli tamaşaçılar. Uca Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun. Haqqın dərgahı verilişinin bu dəfəki buraxılışı Kərbəla hadisəsi mövzusuna həsr olunur. Həmsöhbətim tarix üzrə fəlsəfə doktoru, dosent Rəşad Mustafadır. Rəşad müəllim, artıq biz Məhərrəm ayına daxil olmuşuq və Məhərrəm ayı hər dəfə gələndə möminlərin, inananların qəlbləri, müsəlmanlar nəzdində hüzünlə dolur. Çünki hər nə qədər bu təqvim ayı müsəlmanlar üçün yeni təqvim ilinin başlanğıcı olsa da, amma bu ayda tarixən baş vermiş hadisələr bu ayı bizim yadımızda hüzünlə bərabər saxlayır. Bugün də məhz bu mövzunu müzakirə edəcəyik. Xüsusilə Kərbəla hadisəsi və bu hadisənin İslam aləmi üçün mənəvi, tarixi dəyəri, bütün müsəlmanların qəlbindəki açdığı yara, bax bu ətrafda müzakirə edəcəyik. Mən əvvəlcə istərdim ki, bu məsələnin tarixi aspektinə baxaq. Kərbəla hadisəsi baş verənə qədər mövcud olan proseslər var ki, bu hadisəyə qədər məsələni bura gətirib çıxartmışdı. Qeyd etmək lazımdır ki, Həzrət Hüseyn İslam Peyğəmbəri Məhəmmədin nəvəsidir və ondan əvvəl onun qardaşının Həzrət Həsənin bir 6 aylıq hakimiyyət dövrü olmuşdur və onun atası İmam Əlinin, Həzrət Əlinin də 656-cı ildən 660-cı ilə qədər də təxminən 5 illik hakimiyyət tarixi olmuşdur. Əlbəttə ki, bu hakimiyyətlə bağlı İslam aləminin bir neçə fikri vardır. Ümumiyyətlə, dünya tarixində belə qəbul edilən bir şey var ki, Məhəmməd Peyğəmbərdən sonra, yəni hüquq məktəbləri bunda bəzi fikir ayrılığı yaşayırlar. Bu, erkən dövr İslam xilafətinin sosioloji bir böhranı deyə bilərik. Hakimiyyətə Peyğəmbər vəfat etdikdən sonra İslam dövlətinə necə rəhbərlik edilməlidir? Burada bir neçə növ hakim seçilməsi olmuşdur. Bunlardan biri adətən varis təyin etmə üsulu ilədir, yəni Peyğəmbər vəfat etdikdən sonra varis təyin etmişdir. İkinci məsələ şura yolu ilə, yəni ki, məşvərət şurası seçilmişdir. Ən yaxın hakimiyyətə o dövlətin ən baş bilən insanları öz aralarından ən layiq olanı hakimiyyətə təqdim eləmişlərdir və yaxud mövcud olan insanlar öz aralarından birini seçmişlərdir. Və doğrudan da biz ilk xəlifələr, Raşidi xəlifələr dediyimiz 4 böyük xəlifə, yəni ki, xəlifə Əbu Bəkir, xəlifə Ömər bin Xəttab, Osman bin Affan, Əli bin Əbi Talib və eyni zamanda Əli bin Əbi Talibin oğlu Həzrət Həsən bin Əlinin də bu şəkildə seçkilərini, yəni bu 4 növün Əbu Bəkirin xalq tərəfindən seçildiyini, yəni müəyyən bir heyət tərəfindən seçildiyini, Ömərin Əbu Bəkir tərəfindən təyin edildiyini, varis olaraq insanlara məsləhət qoyulduğunu və eyni zamanda şura və insanlar tərəfindən də təsdiq edildiyini, müəyyən bir məşvərət şurasına seçildiyini, həvalə edildiyini, yenə də eyni şəkildə xəlifə Osman şəhid edildikdən sonra da Əlinin xalq arasından seçildiyini görürük. Və ondan sonra baş verən proseslərdə, xəlifə Osmanın qətli ilə baş verən proseslərdə yenidən problemlər çıxır. İslam Peyğəmbərinin ən böyük istədiyi şeylərdən biri də İslam dünyasında o dövrdəki mövcud, istər Hicazda olsun, istərsə də İslamın yayıldığı digər ərazilərdə olsun, təəssübkeşlik məsələsini, o dövrdə biz ərəb İslam terminologiyasında buna əsəbiyyət deyirik. Yəni bizim dilimizdə qəbilə təəssübkeşliyi, bizim dilə bu təəssübkeşlik kimi çıxır. Təəssübkeşlik, nepotizmdir və digərlərdir. Bunları aradan qaldırmaq idi. Yəni layiq olmayan şəxslərin hakimiyyətə gəlməsini önləmək idi və əlbəttə ki, bu dövrdə də xüsusilə Əməvi ailəsinin təəssübkeşliyinin aradan qaldırılması üçün xəlifə Əli bir sıra addımlar atır, lakin bu addımların problemlərlə qarşılanmasından ötürü biz bilirik ki, Ərəb xilafəti, o dövrdəki İslam xilafəti 2 yerə bölünür. Suriya, Misir və Hicaz, İraq hissələrinə bölünmüşdür və bu proseslərdə xəlifə Əlidən sonra da hakimiyyətə
Həsən təyin edilmişdir. Yəni bu da səltənət yolu ilə deyil, atadan oğula keçmə şəkli ilə deyil, yenə də İraq və Hicaz əhalisinin Həzrət Həsəni Xəlifə Əlinin yerinə təyin etməsi ilə olmuşdur. Yəni ləyaqət prinsipi ilə, insanların təyin etməsi ilə olmuşdur. Daha sonra o Xəlifə Həsənin 6 aylıq hakimiyyət dövründə qanın çox tökülməsini istəmədiyi üçün, müəyyən belə deyək, proseslərin önünü almasından ötürü, insan qırğınının qarşısını almasından ötürü 660-661-ci illərdə, mən nəyə görə bu il dəqiq demirəm, çünki hicri təqvim, miladi təqvimi keçəndə o sürüşmə məsələsi var. Bu öz aralarında bir müqavilə bağlanmışdır. O prinsiplərin, bilirik, İslam dövləti qurularkən müəyyən hüquqi prinsiplər var. O hüquqi prinsiplərin pozulmayacağı şərti ilə, yəni ki, qəbilə təəssübkeşliyi etməyəcəyi təqdirdə, insanların hüquqlarının pozulmayacağı təqdirdə, haram halala riayət ediləcəyi təqdirdə Həzrət Həsən öz postunu Muaviyyəyə təslim eləmişdir. Və biz görürük ki, 669-cu ilə qədər, yəni ki, Xəlifə Həsən vəfat edənə qədər və bəzi mənbələrdə o şəhid edildi yazılır, öldürüldü yazılır. O vaxta qədər də Muaviyyə müəyyən mənada heç bir şəkildə onun işlərinə qarışmamışdır, Həzrət Həsən də onun işlərinə qarışmamışdır. Eyni zamanda Həzrət Hüseynin də hakimiyyətlə bağlı bir narazılıq olmamışdır. Bəs proses nə vaxt problem yaratmışdır? Muaviyyə ilk dəfə ilk 4 böyük xəlifənin, eyni zamanda sonrakı gələn 5-ci xəlifənin Həzrət Həsənin bu prosesi pozmağa çalışmışdır. Yəni xilafəti seçkili orqandan və şura orqanından nəyə çevirməyə çalışmışdır? Səltənətə, yəni atadan oğula çevirməyə başlamışdır. Yəni bu eyni zamanda ideoloji və hüquqi ilk dövr İslam xilafətinin yaşadığı bir böhrandır. 680-ci ildə məhz bu 1-ci Əməvi xəlifəsi Muaviyyə öz oğlu Yezidi atadan oğula keçmək prinsipini təyin etdiyi üçün daxildə proses, yəni narazılıq prosesləri başlayır. Yəni bu narazılığı bildirən təkcə Hüseyn deyildi, İmam Hüseyn deyildi. Eyni zamanda orada ilk böyük xəlifələrin oğulları olan, eyni zamanda böyük səhabilərin oğulları olan, məsəl üçün Əbdurrahman bin Əbu Bəkir, Abdullah bin Ömər, bunlar ilk xəlifələrin övladları idi. Böyük sahabilərdən Abdullah bin Zübeyir, Abdullah bin Abbas kimi böyük sahabilərin övladları da narazılıqlarını bildirmiş. Onlara yer üzündə fəsad törətməyin deyildiyi zaman, biz ki ancaq xeyirxahlıq edənlərik deyirlər. Sözsüz ki, onlar fəsad törədənlərdir. Amma bunu başa düşmürlər. Biz Həzrət Hüseynin bu yoldakı mübarizəsini, qiyamını əslində bir İslami davanın bir mübarizəsi olaraq bilirik. Bu dava nədən ibarət idi? Bir tərəfdən Həzrət Peyğəmbərin Peyğəmbərliyi boyunca sürəkli, davamlı olaraq vurğuladığı bu qəbilə təəssübkeşliyini aradan qaldırmaq idi. Həzrət Peyğəmbərin vəfatından sonra Raşidi xəlifələr dövründə hər nə qədər bəzi cəhdlər olsa da, amma o Raşidi xəlifələr dövründə bu təəssübkeşliyin yenidən ortaya çıxmasına müsəlmanların ümum cəmiyyəti buna mane oldular. Zaman keçdikcə Əməvilər daha da aktivləşməyə başladığı andan etibarən yenidən o qəbilə təəssübü ortaya çıxdı. İslam dininin hakimiyyət barəsində təqdim etdiyi əsas məsələ ləyaqət prinsipinə uyğun olaraq hakimiyyətin təmsil olunmasıdır. Və bu Həzrət Həsənə qədər bu şəkildə davam edibdir. Yenidən İslam cəmiyyətində bax, bu hakimiyyət təmsili ilə bağlı yaranan yeni anlayış və bunun qəbiləçilik kontekstində yenidən ortaya çıxması Əməvilərin simasında bu istər-istəməz bütün müsəlmanları narahat edirdi. Belə bir gedişatın müsəlman cəmiyyətinə faydalı olmayacağını düşünənlərin sayı çox idi. Hakimiyyətin ədalətlə bölüşdürülməsi, layiq olan insanların onu təmsil etməsi bu baxımdan əhəmiyyətli idi. Bu yerdə artıq belə deyək, bəlkə də ümmətin bu mənada daşıdığı o məsuliyyət yükünü Həzrət Hüseyn
öz üzərinə götürərək bu yanlış gedişatı aradan qaldırmaq üçün hərəkətə keçdi. İlk xəlifələr dövründə, xəlifə Əbubəkir dövründə o Teymoğulları qəbiləsinə mənsub idi. Teymoğullarından bir nəfər də adam hakimiyyətdə təmsil olmayıb. Xəlifə Ömər dövründə də o da Adiyoğulları qəbiləsinə mənsubdur. Adiyoğullarından bir nəfər də hakimiyyətdə yoxdur. Yəni öz qəbiləsindən bir nəfər adam da hakimiyyətə gətirməyib. Ömər bilirsiniz, arxadan xəncərlənir və xəncərlənərkən onu deyirlər ki, sənin oğlun çox böyük adamdır. Abdullah bin Öməri hakimiyyətə gətirir. Çünki çox savadlı bir gəncdir. Onsuz da İslam aləmində Əbadiləyə Ərbağa deyirlər. 4 böyük Abdullah var. Deyir, onu xəlifəyə deyir, yo, qətiyyən gətirməyin deyir. Bir ailəyə bir nəfər bu qədər, bir dənə adama deyir, bu qədər yük, bu ağırlıq bəs eləyir. Qətiyyən deyir, onu hakimiyyətə gətirməyin. Yəni ilk dövr bu balansların qorunması ciddi şəkildə riayət edilirdi. Xəlifə Osman dövründə əlbəttə ki, bu proses biraz pozulur. 4 nəfər Bəni Üməyyədən, xəlifə Əlinin dövründə də əlbəttə ki, o proses o qədər ağırlaşır ki, təxminən Bəni Abbasdan bir neçə adam, yəni Bəni Abbas dediyim Abbas oğullarından bəzi adamlar hakimiyyətə gətirilir və yəni bu xüsusilə xəlifə Ömər dövründən sonra bu təəssüf ki, qəbilə təəssübkeşliyi məsələsi biraz ön plana çıxılır. Həzrət Hüseyn, Həzrət Həsən, Həzrət Əli, Xulafai Raşidin və sahabənin öndə gələnləri, o ləyaqət, ədalət prinsiplərini ayaqda tutan səhabələrin, şəxsiyyətlərin sayəsində İslam dəyərləri qorunaraq, sağlam bir şəkildə, canlı həyata tətbiq olunaraq günümüzə qədər gəlib çatmışdır. Bəlkə də insan nəfsinə həvalə olunsaydı bütün bu işlər, bugün o dəyərlərdən əsər əlamət qalmazdı. O baxımdan bu dəyərləri qorudub yaşayan insanlar, inançlı insanların həyatında onlar böyük yer tuturlar, böyük bir əhəmiyyətə sahibdirlər. Həzrət Hüseyn bir dava uğrunda, bir haqq davası uğrunda yola çıxdı. Təəssüf ki, ona söz verənlər, ona vəd verənlər, onun arxasında duracağını bildirənlər, onu dəstəkləyənlər, çağıranlar öz vədlərinə xilaf çıxdılar. Bəli, və bu həm İslam aləmi üçün, həm ümumiyyətlə insanlıq üçün böyük bir acıdır, yaradır. Peyğəmbər sevgisini qəlbində daşıyan hər kəs bu acını hiss eləyir. Bu baxışından, görüşündən, tutumundan fərqli olmayaraq bütün müsəlmanların ortaq yarasıdır, ortaq dərdidir və İslam dünyasında da dərin izlər, dərin çatlaqlar yarada bilir. Bu tarixi və acı hadisəni sui-istifadə etmək, ondan məzhəbçilik, revanşizm fikirləri yaratmaq, bu baxımdan digərlərini, digər qrupları ittiham etmək kimi təmayüllərin biz şahid oluruq. Yəni, bu hadisə bütün İslam ümmətinin hadisəsidir. Bu acı hər kəsin acısıdır. Kərbəla hadisəsini törədən, yəni başında duran şəxs Yezid müəyyən bir vaxtdan sonra vəfat edir. Və Yezid vəfat elədikdən sonra da ondan sonra hakimiyyətə gələn ikinci Muaviyə çox qalmır hakimiyyətdə. Yəni özü 20-21 yaşlarında bir cavan oğlan idi. Özü atasının, yəni həm Muaviyənin, həm Yezidin özündən əvvəlki xəlifələrin səhv olduğunu bilir. Bəzi mənbələrdə onun hakimiyyətdən gedib tamamilə güşənişin həyat yaşadığı, yəni ümumiyyətlə ortalıqdan itdiyi, bəziləri də onun öldürüldüyünü qeyd edirlər. Bəni Üməyyənin Əbu Sufyandan gəldiyi üçün buna Sufyanilər qolu deyirlər. Bəni Üməyyənin Süfyanilər qolunun hakimiyyəti beləliklə sona çatır. Yeziddən intiqam alacağını dediyimizdə buradan biz kimin intiqamını alacağıq? Yəni artıq qalmayıb. Nəsil orada tamamilə kəsilir, qurtarılır. Ondan sonra hakimiyyətə Mərvan bin Həkəmin başçılığı ilə Bəni Üməyyənin Mərvanilər qolu gəlir. Mərvanilər qolu təbii ki, bir müddət, yəni ki, Abbasilər hakimiyyətə gələnə qədər hakimiyyətdə olur və Abbasilər hakimiyyətə gəldiyi zaman Kərbəla hadisəsini törədən, belə deyək, o insanlar da Muxtar Əs-Səqafinin rəhbərliyi altında demək olar ki, onların hamısını öldürürlər. O
o törədən insanların Şimr Zülcəfşəndir, daha doğrusu Ömər bin Saddır, Übeydullah bin Ziyaddır, onların hamısı öldürülür. Bəni Abbas da hakimiyyətə gələndə Əməvilərin hamısını demək olar ki, öldürülür. Əməvilərdən sadəcə bir qol sonrakı dövrdə Əndəlüs Əməvi dövlətini qurur və Əndəlüs Əməvi dövləti də ayrı bir mövzudur əlbəttə ki, o da maraqlı, tarixin maraqlı bir hissələrindəndir. Bir adam da qalmır. Yəni Əndəlüs Əməvi, o bir dənə məşhur bir söz var, zülm ilə abad olanın sonu bərbad olar. Yəni o böyük Əməvi dövləti bu gün bir dənə də qalmır. Yəni əslində Əməvilərin qazandığı bu Kərbəla hadisəsi, Kərbəla hadisəsindən sonra da çox böyük bir qorxunc bir hadisə baş verir. Çox böyük bir fəlakət də Harri hadisəsi Abdullah bin Hanzalanın müdafiəsi ilə Mədinənin belə deyək, başçılığı ilə Mədinə müdafiəsi təşkil edildi. Orada da çox böyük qətliam baş vermişdir. Məsələn, bizim Azərbaycan və eyni zamanda digər İslam dünyası bunu çox qabardılmır. Harri hadisəsi baş vermişdir. Heç onların yanına qalmır yəni. Çox böyük bir qətliam törədilmişdir. Onlar bərbad olur sonu. Qalmıyor. Bu gün bu onların əslində qazandığı pir qələbəsidir. Yəni ki, məğlubiyyətə bərabər qələbədir. Bu gün biz Bəni Ümeyyə ailəsindən nümayəndələr tapmaq istəsək, yoxdur. Amma Həzrət Həsənin, Həzrət Hüseynin soyundan bu gün hökmdarlar da var, alimlər də var. Məsələn, azcaq İordaniya kral hakimiyyət, Haşimlər ailəsi Peyğəmbərin nəslindən gələn insanlardır. Onların arasında kitabı bilməyən elə savadsızlar vardır ki, onlar ancaq xülyalara dalar və ancaq zənnə uyarlar. Süfyan oğulları, Yezid başda olmaqla bir baxıma bəlkə də Həzrət Hüseyni və onun bütün ailəsini qətl edərək nəslini sonlandırmağa çalışdılar. Amma bu hadisə tarixin və qədərin əli ilə özlərinin sonuna çevrildi və dediyiniz kimi artıq Həzrət Hüseyni bugün bütün bəşəriyyət xeyirlə yad edir, bütün müsəlmanlar xeyirlə yad edir, rəhmətlə yad edir. Onun isə nə soyuna, nə özünə salam göndərən belə yoxdur. Bu baxımdan bir haqla batilin mübarizəsidir. Müsəlmanların da vəzifəsi, onların haqq qarşısındakı öhdəliyi məhz haqqın tərəfini tutmaqdır. Bu mənada Həzrət Hüseynin mübarizəsi, Həzrət Hüseynin davası haqq yolunda və İslamın gətirdiyi o prinsiplər uğrunda getməsi hər kəs üçün bir nümunədir. İslamın ilk dövrlərindən etibarən haqq uğrunda, doğruluq uğrunda canından keçən bütün şəhidlərə, eyni zamanda Kərbəla hadisəsində dünyasını itirən əziz insanlara Allahdan rəhmət diləyirik. Bu haqq mübarizəsini günümüzə qədər gətirən, daşıyan Qarabağ şəhidlərinə, bu ölkənin, bu məmləkətin ayaqda qalması üçün canından keçən bütün şəxslərə Allahdan rəhmət diləyirik. Kərbəla hadisəsi bu mənada bizim üçün bir yaradır, bütün müsəlmanlar üçün bir yaradır, tarix yarasıdır. Amma bu yaradan çıxarılacaq dərslər var, bunu da unutmamaq lazımdır. Rəşad müəllim, mən sizə çox təşəkkür edirəm gəldiyiniz üçün, həm dəyərli biliklərinizi, həm də sağlam mövqeyinizi bizimlə bölüşdüyünüz üçün. Çox sağ olun, minnətdarım. Sağ olun, var olun. Dəyərli tamaşaçılar, bununla da verilişimiz başa çatır. Haqqın dərgahı verilişinin növbəti buraxılışında görüşmək ümidi ilə sağ olun, salamat qalın.